Əziz, dəyərli analar, sizə bugün neçə zamandır müzakirə etdiyim, araşdırdığım bu möcüzəvi bantlar haqqında danışmaq istəyirəm. Mən özüm də sadəcə olaraq izləyib, aylardır izləyirəm, valideynlərin geri dönüşlərini izləyirəm və artıq öz üzərimdə bunu tətbiq edərək o ağrılardan, stressdən, gərginlikdən mənə kompensasiya etdiyini hiss etdiyim üçün artıq bunu bir paylaşım etməyə qərar verdim və bir neçə valideynlərimizə tövsiyə etdim. Çox gözəl geri dönüşlər etdi. Bir valideynimiz hələ də gözləyirəm, izləyirəm dedi və mən artıq bunu valideynlərimizə məlumatlandırmaq istəyirəm ki, autizm sindromu uşaqlarda, davranış problemlərində, onlarda vitamin əksiklikləri, hiperaktiv davranış göstəricilərində, stereotiplərdə olan aktivliyin azalması, bağırsaqlarında olan problemləri, hər diaqnozun, Down sindromu uşaqlarda, serebral iflic uşaqlarda, ümumi olaraq nitqin açılmasında və ümumi olaraq uşaqların davranışlarında, sensor problemlərində, bağırsaqlarındakı problemin kökü nədən qaynaqlanır? Bax, bunların orqanik olaraq dərmansız, iynəsiz, yeganə müalicəsini bu bantlarla tədavi yöntəmi olaraq götürülür və təbii ki, kompleks iş mütləq vacibdir. Yəni, onun digər nevroloji müalicələri, pedaqoji təlimləri və bu bantlar da yanaşı girərsə, təbii ki, çox gözəl də nəticə əldə olunacaq. Bu bantları qoyacam da sağalacaq deyə bir şey yoxdur. Yəni, bunlar hamısı kompleks yanaşmanın içərisində əlavə bir sistemdir, əlavə bir tədavi yöntəmidir. Bunun üçün də mən səhifəni tağ eləyəcəm Ayşə hocamızdan və bizim bu şirkətin rəhbərliyindən nə suallarınız varsa hər birini verə biləcəksiniz və oradan çox gözəl geri dönüşləri, çox gözəl nəticələri, valideynlərin fikirlərini də görəcəksiniz və mən düşünürəm ki, mənim bunu göstərməyimlə, mənim bunu sizə deməyimlə mən bir belə deyək sizə savab qazanacağım. Çünki mən də çox istəyirəm ki, bütün valideynlərimizi gülsün.